edən ölüm cərüzüsünü qəti kəsməsin. Cana sağlıq versin, könülə xoşluq əlimizdən bərəkəti kəsməsin. İnciməsin bir kimsənin dilindən, ayırmasın ulusundan, elindən, qeyb xəzinəsindən, kərəm əlindən, süfrəmizdən naz, neməti kəsməsin. Gün və gün yetişək dövlətə vara, dağları tamarızı qoymasın qara, mehribanlıq versin cəm insanlara, qəlbimizdən məhəbbəti kəsməsin. Ucalsın göylərə vəlinin ünü, dostlar irahına sürtər üzünü, köməkdarımız olsun qiyamət günü, üstümüzdən şəfaqəti kəsməsin. Hər vaxtınız, hər gününüz, hər anınız şirin olsun. Əziz eloğlular, əziz qohumlar, bizim üçün əziz olan, doğma olan bu məclis və bu məclisimizin qonaqları. Hər birinizi salamlayıram. İlk öncə sizlərin adından, öz adımdan Şöhrət qardaşıma xoş gəlirsən deyirəm. Nə az nə çox 500 kilometr məsafə qət edibsən. İnşallah bu məclis boyu xoş arzular, xoş ifalar eşidəcək qonaqlarımız. İbadət qardaşım bizi Balabanda müşayiət edir və məclisimizdə həm sazəndə, həm xanəndə rəqslər da olacaq. Asif qardaşım bizim qulluğumuzdadır. İndi Arzu orada əyləşib, bilmirəm, bizi seyr eləyəcək, yoxsa sonra ürək sözləri olacaq, oxuyacaq. O da yaxşı, həm oxuyur və Arzu Qurbanov adı internet səhvələrdə. Kim o internet səhvəsinə girirsə, tanışdır Arzu Qurbanov adı. Çünki aşıq ifalardır, lazım olan ifaları. Oradan əziyyət çəkir, sahib seçir, internetə vurur ki, el oğlanları harada olsa Azərbaycanımızın hər bir güşəsində qulaq asır. Və operatorumuz, qardaşımız bizi bugün yaddaşa köçürür, tarixin yaddaşına köçürür bugünkü gün. Yadda qalan bir gündür, 17-si oktyabr 2014-cü il tarix. Çox mübarək olsun. Yəqin ki, saldat gəlişidir, inşallah yaxın bir vaxtda dəvətnamasız məclisdir bugünkü məclisimiz. Eşidən dostlar, tanışlar, qohumlar, yaxınlar, uzaqlar bu məclisin işığına toplaşacaq. Şöhrət qardaşoğlu, indi gərək burada el oxuyaq ki, Məhəmmədliyə səs düşə, böyük yəsi dananı iki kəsir, birini də təzdən kəssin. Çünki səsə küyə yığılacaq qonaqlarımız. Çox mübarək olsun. Toy məclisində görüşək, şirin günlərdə görüşək. Bugün bura gələnlərin hər birisinin sevincidir. Tək bu ailənin, bu ünvanın yox. Şöhrət qardaşım bir-iki ürək sözlər də söyləsin. Sonra görək telli sazı nə deyəcək? Sağ olasınız, minnətlərim. Əziz və hörmətli məclis əhli, hər vaxtınız xeyir olsun. İlk öncə hər birinizi salamlayıram. Deyirəm, xeyir işimiz mübarək olsun. Çox sağ olun. Həmişə bu qapıya, elə obuya xeyir şey gələk. Allahdan arzumuz budur. Ay usta qadan alım, icazə verir, ustadnamə deyir. Qadan qal. Şükür dərgahına qadir Allah'ım. Məclisə Peyğəmbər ətri gəldi. Yazılıb Bismillahirrahmanirrahim, Quranın nə gözəl sətri gəldi. Fatma təmkinli məhbara üzlü, gözünün altından məclisi süzdü. Gətdiyi neməti süfrəyə düzdü, elə bir anamın fətri gəldi. Köynəyi Kəbədən gəlib nizama, təbəkkürdür əhli halı danana. Ələskər qurbandı Şah-ı Mərdana, üstümə ağamın qəsri gəldi. Bu şehir Aşıq Ələskərin kitabında yoxdur. Ustada rəhmət. Qardaşım, yəni Allah sağ eləsin. Çox razı qaldım ki, mətbuatda olmayan şeirləri deyirsən. Çox gözəldir. Bax elə aşıqların dilində şifahi xalq ədəbiyyatını könüldən könülə, dildən dilə yayılan şeirlərdir. Bir şeirində də deyir ki, yandırdı cismimi büryan eylədi. Qaşları cəllatdır, o eyni, cil. Mətbuatda yoxdur bu kitabın şeirləri. Eynim yaşı sel oldu yeridir, doldu tər adalar, gəl onda çil. Şeir çoxdur. Ələskər də mail oldu məddinə, gözəllik yaraşır cəd və cəddinə. Ay nazəni xub yaraşır qəddinə, başdan ayaqatan zərnəndi, sil. Ustadlara rəhmət. Gəl ailə oxuduq birinci dəfə.
sorumuz biraz çətinlik çəkir. Sən zad skorsunu çox elə qada qalır. Çünki yer dəyişmir edir. Telli sazım coşa gələr. Çağlar mənim ürəyimdə. Tək könlümü min könlə bağlar mənim ürəyimdə. Sazım məni zor saxlayar. Zorda basılmaz saxlayar. Haya Qarabağa yaz saxlayar. Ağlar mənim ürəyimdə. Mən oxuduğum şeir isə Öyküzlü Səmədindir. Qoymağarımıza verilən təriflərdir. Stolların başdan başa, qoy bəzənsin al qumaşa. Qonaqlara deyək yaşa, dəvət edək başa mağar. Yaşa sən yaşa mağar. Amin Allah hər bir kəsin balasına qismət olsun belə mağar. Yaşa səni yaşa mağar. Çox sağ ol. İnşallah o dediğin vətən dərdi inşallah Kəlbəcərimiz, Şuşamız, Laçınımız, Göyçəmiz, Qarabağımız azad nəfəs alsın, üçrəngli bayrağımızın altında dalğalansın. Və bugünkü məclis də qeyrət məclisidir. Çünki vətən borcunu verib geri doğmaların üstünə qayıdıb o hərbiçimiz, əskərimiz. İnşallah yaxın vaxtda bəy libası geyinsin və Azərbaycanımız qələbə bayramı elan eləsin. Onda
Özüm də bilmirəm, necə qocaldı. Ben sana göylərdə gördüm, mən bura güneşlərimi saldım, gücə qocaldım. İnsan ömrü deyirlər bir karvan mənzili kimi, mənzil yoludur. Karvan mənzilinə yaxınlaşdıqca insanlar da ixtiyar yaşına doğru yaxınlaşır. O demək deyil ki, gəncliyimizi itiririk. Yox, arxadan gələcək nəsilə, öz evlatlarımıza veririk, gənclərimizə. Cavanlığın, məhəbbətin eşqinə ağarmayla ay saçlarım amandır. Əhdi peyman düz ilqarın eşqinə ağarmayla ağ saçlarım amandır. Ney sızıldar, qar sızıldar, qaraqlar. Bülbül ölər, gül köksünlə xaraqlar. Oğrun baxıb bizə yaraqlar ağarmayla ağ saçlarım amandır. Saç ağarsa da eybi yoktur, bel bükülme ya. Hele qocalasan qocalanda da. Kenara ömür yolar. Kəhlikləri oyatmışam, bax o dağların qucağında. Yoxuşunda yorulmuşam, yağışında durulmuşam. Bir gözələ vurulmuşam, bax bu dağların qucağında. Aylələ.
olmazsa bax o dağların qucağında. Dağlarımız var olsun, dağlar müqarrır dostlarımız sağ olsun. Oyanmaz, üstündeki ağır eller yatıp oyanmaz. Haber verin anasına, sığal versin sonasına. Elimi koydum sinesine yatıp oyanmaz. Şöhret kardeşim bir ifalar aşkayşlardan kalır, yenildi beri. Göre hiç olmasa onları yatıp yana çevrilmesin tahtı. Mehmet Söyün'ün Qarabağ yapıp Kəhliyin haqqında şeirlər az var. Ələskərdə olur, Xəstə Qasımda olur və Müzəffər Sarıoğlu'nun bu kəhlik şeiri bilirsən, həmişə mən şairlərlə görüşəndə deyirəm, ay şair, xəzinə sizindir, amma biz xərcləyirik.
gülür. Deyir aşıq, valla düz deyirsən, xəzinə bizimdir, amma siz xərcləyirsən. İndi Müzəffər Sarıoğlu'nun bu kəhli şeirini Mühərrəmov, yəni Xanlar Mühərrəmov o qədər gözəlləşdirdi, o qədər şirinləşdirdi. Yaddaşlara köşdü, xəyallara köşdü, yaşadı və ailesi evet değil. Aşık değildik bir yerden hamımız. İndi bu sakit durup kulak asa. Olar mı kadın? Aşık mı eşiler mi? Allah rəhmət eləsin Əkbərə. Təbii oxudubsa, təbii. Bunda işlət qadın. Ağları yuvarlı Azərbaycanım. Muğanı ceyranlı, milis quracığı, gəncəsi şıdarlı Azərbaycan. Mən sana dünyaya getirdim nəzər. Hay tapa bilmədim Azərbaycanım. Arazına bənzər, kürünə bənzər, çay tapa bilmədim Azərbaycanım. Səninlə fəxr edir bütün el-oba. Saymaqla sərvətin sığmaz kitaba. İstədim toplayıb alam hesaba, say tapa bilmədim Azərbaycanım. Bədəsin süfrəni Lənkəran çayı. Ay canay. Ha qardaş oğlum, orada beta var idi, nə şampiyon var idi. Lənkəran çayı yaxşı bax, eləyici də yaxşıdır. Bədəsin süfrəni Lənkəran çayı, Şirvan lavaşının açılsın layı. Belə bir diyarın harda bayı nadirsən, ey varlı Azərbaycanım.
çiçeği, kəfəzin qarı. Əkbər deyər, xoş gəlindir baharı. Hər zaman baharlı Azərbaycanın. O bir şeiri tamamla şəxsi mən oxuyaq Qadan xanım. Bir cavabını görürüm. Yox, ne gəlsin? Ne gəlsin? Sonu var ömrümüz olsa da ləziz, Şamiləm qoynunda bəsinə qoyumuz. Qurbanım almağa canımdan əziz, pay tapa bilmədim Azərbaycanım. Eşq olsun Azərbaycanımıza sizlərə, eşq olsun. Həməşə sən deyən oldu. İndi də mən deyən olsun. Canım qurban yaxşı dostlar. Dostuna can qıyan olsun. Həyə bircə qonaq gəlsən bizə. Gözlərini süzə-süzə, ətrin yayılsın bizə. Əşq əhlinə bəyan olsun. Mən bir Türk balası oxuyacağım, borçluyam.
gör ziyan olar mı? Deyir qollarını boynuma sar, qoy zükirə ziyan olsun. Olsun da. Bir del ayla. Köyden akşavanı var, da saray güzelmesi. Okuyam. Yolum düştü yobasına perimin neyleş Neyle ya derdim al Kızıma derdim al Ay canım Salam verdim bala balam ele çaldı salam babasına perin neyne derdin al derdin al gözlerin men gelirdim Civargan'ın elinden Yolum düştü obasına perimin Salam verdim eleyk aldı cevabını Konak oldum babasına perimin Saçın ağlayır, indileri kan kalsın, saçın ağlayır, kül